Deyir ki, hansı ölkədə işləyən türklərin sayının həmin ölkədə yaşayan türklərin sayına nisbəti daha çoxdur? Daha böyük ədədi soruşur bizdən. İşləyənləri götürüb burada olan türklərin sayına bölsək, yəni 70 mini 115 minə bölsək, bizə verəcək 0,6. İkincidə, buradakı ədədi işləyənləri götürüb orada yaşayan türklərin sayına bölsək, 0,3 verəcək. Üçüncüdə, götürüb bu ədədə bölsək, bizə 0,3 verəcək. Buradakı ədədə bölsək, 0,4 verəcək. Buradakı ədədə bölsək, 0,3 olacaq. Bizdən də ən çoxunu istədiyinə görə 0,6 Almaniya. Və salam, züt tamam. Bitdi. Keçirik ikinci suala, diqqətlə dinləyin sadəcə. Deyir ki, bu göstəriciyə əsasən sənaye sahəsi üzrə kreditləşmənin həcmi rabitə sahəsi üzrə analoji göstəricidən neçə faiz çoxdur? Baxın, nədən çoxdur? O çıxışlı kal çəkilisi rabitədən. Baxırsınız ki, rabitə bu tünd sarı rəngdədir, yəni 3%dir. 3%. Sənaye isə 36%dir. 36 3-dən neçə faiz çoxdur? Bu 100 üzərindən götürüldüyünə görə biz 3'ü 100% götürürük. 36'ın da x. Bu 12 dəfə artıbsa bu da 12 dəfə artıb 1200 olacaq. 1200 deyil ha cavab. Bizdən neçə faiz çox olduğunu soruşur. 1200 100-dən nə qədər çoxdur? Aradakı fərq qədər. Bir-birindən çıxsaq cavab 1100 olacaq. Əgər soruşsaydı ki, 3 36'dan neçə faiz azdır? Onda 36'nı 100% götürüb də 3'ü x% götürərdim. Keçirik növbəti suala. Üçüncü sualda bizə verib ki, ümumi 2016-2020-ci illər ərzində tullantıların yerləşdirilməsinə görə illər üzrə ödənişləri göstərən diaqramdan istifadə edərək hansı ildə bu 5 ili əhatə edən dövrün 5'ini də toplayırsınız. Bunun hamısını toplayanda bu bizə verəcək 5625. Dövrün orta illik ödənişinin, orta illik ödəniş deyəndə ədədi ortanı tapırsınız. Yəni sayına 5'ə bölürsünüz. Bu bizə verəcək 1125. Həmin o ödənişin, yəni 1125'in 60% həcmində ödəniş edilib. 1125'in 60%. Siz bunu riyazi qayda ilə yazsaz 1125'i 60'a vurub 100'ə bölürsünüz. Ya da ki 1125'i 100%dirsə, onda bunun 60%-i də x olacaq. Çarpaz vurub x'i tapsaq bizə 675 verəcək. Yəni 2019-cu ildə olan 675 ümumi göstəricinin 5625'in ədədi ortası deyəndə böldüm 5'ə 1125'in 60%-nə bərabərdir. Dördüncü sualda 2016-cı ildə 2015-ci ilə nəzərən əhali sayı neçə min nəfər artmışdı? Baxırsınız, nə var ki burada? 15 ilə 16 arasındakı fərq 112 min. Yoldaşlar, 5-ci sualın biz baza dərslərində daha çətin versiyasını işləmişdik. Elçin bəy və digər yoldaşlar xatırlayırsa əgər, bu daha asandır. Burada sadəcə verib ki, hansı sahə üzrə 2014-cü ildə əsas kapitala yönəldilmiş investisiyaların faizlə payı 2015-ci ilə nəzərən göstəricidən 1,53 dəfə çox olub. 14, 15'dən 1,53 dəfə çox olubsa, burada bu çəhrayı rəng olandı. Baxın, 1,9 vurulsun 1,53 bizə verəcək təqribi olaraq 2,9'u. Demək ki, təhsil üzrə 2,9 2014-cü ildə, yəni içərini göstərir. Bu çöldəkindən 2015-ci ilin həmin sahə üzrə təhsildən nədir? 1,53 dəfə çoxdur. 46-cı suala. Biz 6-cı sualın eynisini birə-birini işləmişdik. Diaqramlarda ölkələrə məxsus olan peyklərin, onların təyinatı üzrə növlərinin sayları verilib qarşılarında. Bizdən isə soruşur ki, verilmiş variantlara əsasən hansı ölkələrin birlikdə astronomik peyklər ola bilər? Astronomik peykləri tapırıq ki, bu sarı rəng olandı, yəni 250 dənə olandı.
Bunların cəmlərindən 250 olanlar variantların köməyi ilə də baxa bilərsiniz. Cəmi 250 olan Kanada, Hindistan və Böyük Britaniyanı götürmək olar. Çünki üçünün birlikdə cəmi 250 eləyir. Variantlarda 3 dənə variant verdiyinə görə biz məcburuq ki, üçünü götürək. O da Kanadadır, Hindistandır, Böyük Britaniya. 1, 2, 4 cavab B variantıdır. Müəllim, o Kanada olduğunu nə bildiniz? Harda yazılmışdı? Cəmi 250 olanları götürürük. Burada 3 dənə elə bir ədəd götürməliyəm ki, onların cəmi 250 eləsin. Ben niye 3? Bir de 10 da Bu dəqiqləşdirək. variantlar əsasən. Variantlarda üçünü verib bizə ona görə. Başqa da ümumiyyətlə variantsız cəmi 250 eləyən nəsə varmı ki? Yoxdur. Məcburuq ki 150, 60 bir də 40-ı götürək ki, başqa desəsin birini götürə bilmərəm. Elə özü 250 olan yoxdur. İkisini götürsəm 2 dənəsinin cəmi 250 olan yoxdur. Məcburam ki 3-ünü götürəm. 150 hardan oldu? Necə fikirləşdiniz? Astronomik peyklər ola bilər. Astronomik peyklər burada 250 göstərib. Orada 170'den 80 de götürsek 250 Evet, o da var idi. Bəs ona görə deyirəm ki, burada 170 dənə variantlara əsasən baxırıq. 170-80 Böyük Britaniya ilə digər ölkələr. Birincisi burada digər ölkələri verməyib. İkincisi də ki, Böyük Britaniyanın variantda da yoxdur. Amma burada heç digər ölkələrin seçimini də verməyib bizə. Yəni 1 5 6. Hansıdır? 1 5 6. Çin, Rusiya, Kanada. Gəlib baxırsınız. Çin, Rusiya, Kanada. Eləyirmi bunların cəmi? Xeyr. Bəs digərləri elə. Bir dənə bu eləyir. 1 2 4-ün cəmi. Kanada, Hindistan, Böyük Britaniya. Ben bu 124, 156'nı say bilmişəm. Yo, say deyil, vergül Onun nömrə. yerinə- Hə, belə olmalı idi əslində. Hə, 1 2 işte. 4 olmalı idi, bəli. Ha, başa düşdüm indi. Evet. Ha, şu. Sonra 7-ci suala baxırıq. 7-ci sualda vergi orqanları üzrə qəbul faizlər verilib və deyir ki, faizlərdən hansı ən az olmuşdu? Hansı ildə imtahan verən namizədlər arasında uğur qazananların faizi ən az olmuşdu? Vergi orqanlarına işə qəbul keçən göstəricilər verilib. Birinci, bu göy rənglə olanlar iştirak edən ümumi tələbə sayını, qırmızı rənglə verilənlər isə uyğun olaraq uğur qazanan tələbə sayları verilib. Məsələn, 2022-ci ildə baxırsınız 2784 nəfər iştirak edib. 2780 zəhmət olmasa səsi bağlayın. 2784'ü yazırıq 100%. Qarşısında olan 224'ü isə x%. Digərləri də belə hesablanır. 2236 100%, 178'i x%. Bunların hamısının faizlərini tapırıq. Faizi ən az olanı götürürük. Burada faizi ən az olan 2541'in 188 daha az faizini təşkil edir. Ona görə cavab 2021'dir. 8-ci suala. Bizə verib ki, 2012-ci ildə yetişdirilən dənli bitkilər 2009-cu ilə nəzərən neçə ton çox olmuşdu? Birinci dənli bitkiləri tapırıq ki, arpa və buğdadır. Arpa və buğdadır. 2009-cu ildə cəmi 162 mindir. Biz bu 162 mini 100% götürsək, arpa və buğdanın cəmi 9 plus 22. Bu eləcək 31%. Əgər 162 mini 100%dirsə, 31% nə qədərdir? Bu bizə verəcək 50.220. Bir də əgər 2012-ci ildə 142 mindirsə, bunu biz 100% götürsək, arpa ilə buğdanın 36 ilə 28'i toplasaq, bu bizə 64 verəcək. 64% də x. Buradan da çarpaz vurub x'i tapsaq, bu bizə 90.880 verəcək. Bunlar arasındakı fərqi soruşur. Yəni nə qədər çox olmuşdu. 90.880-dən də 50.220-ni çıxanda bizə 40.660 verəcək. Cavab budur. Bu sualda K böl M-də soruşa bilər bizdən. K vur M-də soruşa bilər bizdən və yaxud bunların toplanması, çıxılması hər variantını soruşa bilər. K soldakı, M isə sağdakı qrafikdə göstərilib. Tək-tək hər birini bölmək lazımdır. X-in K-sı baxırsınız burada 6-dır, burada da 6-dır. Demək ki, biz X nöqtəsində 6-nı 6-ya bölüb 1 almalıyıq. Y nöqtəsində bu 8-dir, bu biri isə 4-dür. Y nöqtəsində 8-i 4-ə böləndə alınar 2. Z nöqtəsində bu 12-dir, burada isə 3-dür.
böləndə 4 alınır. T nöqtəsində bu 10'dur, burada isə 5'dir. Böləndə 2 alınacaq. U nöqtəsində 4'dür, burada isə 2'dir. Böləndə 2 alınacaq. Bunları indi gətirib qrafikin üstünə düzmək lazımdır. Qrafikin üstünə 1, 2, 4, baxın 2, 2. Burada C variantı uyğun gəlir. 1-dən gedirik 2-yə, 2-dən gedir promoy 4-ə, 4-dən təzədən 2-yə, 2-də də sabit qalır. Həmin qrafika uyğun olanı C variantıdır. Deməli, 11-ci sualda qanuna uyğunluq belədir. Bizə ümumi verib ki, 2022-ci ildə Azərbaycanda istehsal olunan 29 milyard kilovat saat elektrik enerjisi var və bunun Azərbaycanda istifadə olunan mənbələr üzrə elektrik enerjisi də göstərilib. Deyir ki, 2022-ci ildə Azərbaycanda istehsal olunan elektrik enerjisinin təqribən neçə milyard kilovat saatı günəş enerjisi hesabına həll olunur. Günəş buradadır. Günəşi tapmaq üçün buradakı mətni oxuyanda bizdən istəyir ki, bərpa olunan mənbələrdən alınan elektrik enerjisi üzrə paylanmanı verib. Deməli, burada da bərpa olunan mənbələri tapmalıyam. Bərpa olunan mənbələr 6,7%'dir. Ümumi 29 milyardın 6,7%'ni tapmalıyam. 29 milyarda 100%, 6,7%'i də x faiz götürsək, bu bizə 1,94 milyard verəcək. 1,94 milyardın gəlib günəş üzrə düşməsini tapmalıyıq. Günəş nə qədərdir? 3,10%'dir. 1,4'ü təzədən 100 götürürük. 3,1'i də x götürürük. Çarpaz vurub x'i tapası olsaq 0,6 alınacaq. 12-ci sual sadə sualdır. Qrafikdə firmanın 4 illik alış-satış göstəriciləri verilib. Firmanın 4 illik gəliri nə qədər olub? Burada qaralar alışdır, ağ rəng olanlar isə satışdır. Bunu alıblar 60 minə, satıblar 75 minə. Buradan bizim 15 min xeyrimiz var. Alıblar 85 minə, satıblar 65 minə. Buradan bizim 20 min ziyanımız var. Minus 20. 2009-cu ildə alıblar 70 minə, satıblar 100 minə. Bizim burada 30 min xeyrimiz var. 2010-cu ildə 50 minə alıblar, 80 minə satıblar. Buradan da 30 minə xeyrimiz var. Bu bizim hesablasaq plusları topla 20'ni çıx. Bizə verəcək 55 min. Baxırıq 13-cü suala. Qrafikdə 42 tələbənin imtahan nəticələri göstərilib. İmtahandan keçmək üçün ən azı 50 bal tələb olunursa, imtahandan keçənlərin orta balı neçədir? 50 bal keçir yəni. 30, 40 və 20 bizə lazım deyil. 50 bal toplayanlar 4 nəfərdir. 4 nəfər 50 bal toplayıbsa, bu cəmi eləyir 200 bal. 60 bal toplayan 6 nəfərdir. 6 vurulsun 60. Bu eləyir 360 bal. 70 bal toplayanlar 10 nəfərdir. 10 vurulsun 70. Bərabərdir 700. Biz bu balları toplasaq, bizə verəcək 1260 bal. 1260 balı bizdən orta bal istədiyinə görə neçə nəfər toplayıb? 4 nəfər buradan, 6 nəfər buradan, 10 nəfər də buradan. Cəmi bu 20 nəfərin balı olduğuna görə bölsək 20'yə, adam başına düşən orta bal 63 olacaq. 14-cü sualda təmir işləri ilə məşğul olan bir şirkət özü üçün 5000 sement almalıdır. Aşağıdakı qiymətlərlə hesablama aparıldığı zaman hansı şirkətdə 5000 sement daha ucuz başa gələcək? Baxın, bu gördüklərimizə əsasən. Deməli, bunların hər birini tək-tək hesablamaq lazımdır. Biz əgər gəlib bu şirkətdən alası olsaq, birinci şirkətdən alası olsaq, bir kisəsinin qiyməti 6,15 manatdırsa, bir kisəsinin qiyməti 5000 kisə alanda 5000'i vuracaq 6,15'ə. Bu bizə verəcək 30.750 manat. Qarşısındakı şərtdə verib ki, əgər maya dəyərindən 30.000 manatdan çox olarsa, daşınma 2 dəfə azalır. Daşınma 100 manatdırsa, o 2 dəfə azalır. Niyə? Çünki 30.000'i keçib üstünə gəlirik 50'ni. Bu bizə verir 30.800. İkincidə bu şirkətdən alış-veriş etsək, 5000 dənəni 6,1 manatdan alanda bizə verəcək bu 30.500 manat.
30 mini keçibsə daşınma 2 dəfə azalır. Üstünə gəlir 500 manata yox, 250 manat daşınma xərcləri olur. Bu da bizə verəcək deməli 30.750. Əgər Norm şirkətindən alası olsa 5000 dənəsini 6 manatdan alanda 30.000 pul edir və deyir 29.999-dan çoxdursa ki çoxdur 3 dəfə azalır. 2400 manat yox 800 manat olur bunun xərci. Bu deyilir 30.800. Akkorddan alsaq əgər 5000-i vurarıq 6,5-ə bu bizə verər 30.250. Və 30.500-dən çox olarsa daşınma 3 dəfə azalar. Çox deyil deyə azalmır. Elə 600 manat daşınma xərcləri olur. O da olur 30.850. Çempion alsaq 5000-i vurarıq 6,2-yə bizə verər 31.000. Və daşınma da pulsuzdur. Daşınma xərci yoxdur. Bizdən istəyir ki, hansı daha az olar? Sizcə hansı? Təbii ki də 30.750 olan. Bunlar 800, 30.800, 30.850, 31.000. Cavab NMC, yəni B variantı. 2016-2020-ci illəri əhatə edən dövrün hansı ilində 3 Pribaltika ölkəsinə ixrac birlikdə həcmi ən çox olub? Topla və gör ki 2018-ci ildə. Mərkəzi isitmə qovşağından ayrılmış binanın isitmə sisteminin mayenin soyumasının zaman asılı qrafik göstərilmişdir. Neçə dəqiqə ərzində 60 Selsidən 20 Selsiyədək soyduğunu müəyyənləşdirin. Deməli 60 Selsi buradadır, 20 Selsi buradadır. 60-da 10-dur, 20-də də 60-dır. 10-cu dəqiqədən 60-cı dəqiqəyə qədər. Yəni neçə? 50 dəqiqə. Onda cavab olacaq B variantı. İkinci suala baxaq. Deməli, ikinci sualda bizə verib ki, 2009-cu ildə Almaniyada istehsal olunan elektrik enerjisinin təqribən neçə faizi biokütlədən əldə olunmuşdur? Biokütləni tapırsınız, buradadır. Biokütlə bərpa olunan mənbələrdən alınan elektrik enerjisi. Bərpa olunanı tapırsınız, qırmızıdır burada. Amma bizə heç bir şey vermədiyinə görə elə ümumini 100 üzərindən götürsək 17,4% alınacaq bərpa olunan və bunun da biokütləsini tapmalıyam. 17, bayaqki sualı oxşuyur. 17,4-ü biz 100% götürsək 39,3-ünü də x% götürüb də onun 6,8% olduğunu tapa bilərik. Üçüncü sualla oxşar bir sual işləmişdik biz əvvəllər. Amortizasiya köhnəlmədir. Deyir, avadanlığın köhnəlməsinin azalan qalıq metodu ilə hesablanması verilib və deyir ki, hər il amortizasiya norması əgər məsələn izah edir ki, 6%-dirsə əgər, ilin əvvəlində onun dəyəri 50 manat olubsa, ilin sonuna doğru 50-nin 6%-i qədər. 50-ni vur 6-ya, böl 100-ə ya da 50-ni 100, 6%-ni tap 3 eləyəcək. 50-dən 3-ünü çıxıb 47 alacaq. Bizə də verib ki, amortizasiyası 25% olan avadanlığın bir ilin əvvəlində 20.480 manat alındığı məlumdursa, 5 istismar ilindən sonra onun qalıq dəyərinin neçə manat olacağını tapın. Burada ehtiyac yoxdur, özü verib. Özü verib ki, 20.480 manat olub, alınan 5 il ərzində azalan qalıq metodu hesablanan amortizasiya və qalıq dəyəri. Baxın, birinci ildə bu qədərdir. Yəni 25% qədər. Sonra qalanın 25%, qalanın 25%, qalanın 25%, bir də qalanın 25%. Bunların hamısını toplayırsınız. Çünki bunlar amortizasiyalardır. Ümumidən çıxırsınız. Bu da sizə verir yerdə qalan. 4860 yerdə qalandır. Qalan hissədir. Dördüncü sualda burada diaqram üzərində göstərilib, qrafik üzərində göstərilib, bizdən diaqram üzərində variantlarla baxın, dərəcələrlə istəyir. Müəllim, Buyurun. ümumidən nə çıxır, onu anlamadım. Bu göy rəng olanları, amortizasiya olanları. Hə, görürəm onu. Köhnəlmələri. Burada 15 plus 30, 45. Müəllim, çox üzr istəyirəm.
Əgər o belə eləyəcəkdisə, əvvəldə o 3% niyə tapırdıq, onu anlamadım. Hansı sual deyirsiniz? Yoxsa bu suallar fərqli idi? Hansı sual deyirsiniz? Bu sualdan öncəki, qrafikdən Aha. öncəki. Burada heç bir faiz tapmadım. 3%. Yəni özü izah eləmişdi də. Buradakı yəni necə gedir proses. 3% tapmadım. Özü Mən tapmışdı. elə bildim, nömrə pərzənin içərisini siz yazmışsınız. Yox. Öyle yazılıb. Sadəcə Aydın. prosesin necə getməsini mən izah elədim. Burada da ki, yerdə qalığın nə qədər dəyər qaldığını tapmaq üçün biz hər il olan amortizasiyaların miqdarları cəmini ümumidən çıxırıq. Yerdə qalır Aydın. onun dəyəri. Yox, əgər verilməsəydi tək-tək özüm tapmalıydım. O tapılması yolunu izah eləmişdik. 4-cü sualda 15 plus 30, 45 plus 20, 65 plus 35 bu bizə 100% üzərindəndir. 100% üzərindəndirsə, bu da tam olaraq 360 dərəcədirsə, tək-tək tapa bilərsən, problem yoxdur. Bu 15% deyilmi? 360'ı 100% götür, 15%i x götür. Bu bizə verəcək 54. Sonra 30%ni tap. 360'ı 100% götür, 30%i də x götür. Bu bizə verəcək 108. M-i tapsaq 20%, yəni 360'ın 20%. Vur 20'yə böl 100'ə də. Bu eləyəcək 72, digəri də 126. Deməli, 5-ci sualda bizə ümumi prosesin necə göstərməsini verilib, gedişatı göstərib. 2019-cu ildə götürülmüş şirin suyun ümumi illik həcmi 25% az olsaydı, həmin il ərzində su resurslarından istifadə indeksi neçə faiz olardı? 2019-cu ildə 55,6 yox, bundan 25% az olsaydı, 25% 4'dən biri deyilmi? 55,6'nı elə böl 4'ə 13,9 alınacaq. Yəni 55,6 yox da ondan 13,9 az olsaydı nə qədər olardı? 41,7. B variantı. 6-cı sual. Diaqramda müxtəlif balları toplayanların sayları göstərilib. İştirakçıların orta balını tapın. Orta bal tapılanda baxırsınız, aşağıda ballar verilib, sol tərəfdə isə sayları verilib. Deməli, burada 4 nəfər 65 bal toplayıb. Yəni 4 vurulsun 65. Bu bizə verir neçə? 260 mı eləyir? Sonra 5 nəfər 70 bal toplayıb. 5 vurulsun 70 bölür 350. Sonra 3 nəfər 75 bal toplayıb. 3 vurulsun 75. Bu da eləyir 225. Sonra 2 nəfər 80 toplayıb. 2 vurulsun 80. Bu bərabərdir 160'a. 3 nəfər 85 bal toplayıb. 3 vurulsun 85. Bu neçə eləyir? 255. Sonra 2 nəfər də 95 bal toplayıb. 2 vurulsun 95. Bu da eləsin 190. Bir nəfər də 90 toplayıb. 1 vurulsun 90. Bu da bərabərdir 90'a. Davamını siz yazacaqsınız. Bu gördüyünüz ədədlərin hamısını toplayırsınız. Və bu gördüyünüz ədədlərin hamısının cəminə, saylarının cəminə bölürsünüz. Cavab çıxır. Burada deməli bizə verib ki, qanun sual əvəzinə uyğun olan variantı seçin. M 30'dur. Bu 10'dur. Bu 20'dir. Buradakı göstərici 20'dir. Buradakı göstərici də 60'dır. Bunların hamısını götürüb, hamısını 100% yazsaz, hər birinin neçə faiz təşkil etdiyini tapmaq lazımdır. 30%, məsələn, ən böyük olanı hansıdır? L'dir. 60 olanıdır. 60 olanıdır. 60 olanıdırsa, bu məsələn, yarıdan daha çoxdur. Ümuminin yarısından daha çoxdur. 20'dir, 30'dur və 10'dur. 10'dur. Bizə 60 veribsə tək-tək hamısını hesablamaq lazımdır da. Baxın, 30'dur, 10'dur, 20'dir və 60'dır. Bunların hamısını toplayın. Götürün 100%. Tək-tək 30 gör nə qədər eləyir. 30'u x, 10'u x, bir də neçə idi o biri? 20'si x və 60'ı x. Bunu təxmini olaraq diaqrama əsasən götürəcəksiniz. Burada cavab alınacaq D variantı. Təxmini qiymətlərdir. İndi hansının daha kiçik və böyük olmasına nəzərən baxmaq lazımdır.
8-ci Bilirəm suala. müəllim. Buyurun. Orada 8-ci sualda bizə verib ki, 2019 və 2020-ci illərin ilk 10 ayı ərzində Azərbaycana idxal olunan bəzi məhsullar barədə məlumatlar verilib. Şərtdə görək bizdən nəyi istəyir? Bizdən istəyir ki, 2020-ci ilin ilk 10 ayı ərzində idxal olunan kartof və soğanın 1 kiloqramının orta qiyməti 2019-cu ilin analoji göstəricisindən neçə dollar çoxdur? Neçə dollar çoxdur? Baxın, 2020-ci ildə təkcə kartof və soğana baxmaq lazımdır. İlk 10 ayı ərzində ümumi miqdarı tonlarla 298.000 tondursa, dəyəri də 89.400 min dollardırsa, mən 1 kiloqramı tapanda elə bunun da davamında 3 sıfır var, bunun da davamında 3 sıfır var. Ona görə heç onu yazmağa ehtiyac yoxdur. Çünki sıfırlar bir-birini aparacaq. Bu ədədi götürüb bu ədədə bölsək 1 kiloqramı tapacam. O da 1 kiloqramın qiyməti bizə verəcək 0,3 min dollar. Bəs burada bunu da buna bölsəm, həmin göstəricinin 2019 əsasən, bu da bizə verəcək 0,284. Bunları bir-birindən çıxası olsam, aradakı fərqi soruşur. 0,16 alınacaq. 0,16 bizdə mində yoxdur, yüzdə yox, mində 16. Cavab A variantıdır. 9-cu sualda yoldaşlar bizə verib ki, birinci həftənin bazar ertəsi günü müraciət edənlərin sayının ikinci həftənin çərşənbə günü müraciət edənlərin sayına bərabər olduğu məlumdursa, birinci həftənin bazar ertəsi nə qədərdir? Bazar ertəsi 9%-dir. Bunun 9%-i ikinci həftənin çərşənbə günü 6%-nə bərabərdir. Elə bir ədəd götürməliyəm ki, yuxarıda ümumi mən 100 üzərindən götürsəm, 100-ün 9%-i 9-dursa, indi hansı ədədin 6%-i, zəhmət olmasa səsi bağlayın, zəhmət olmasa, bizə yenə də həmin ədədi, yəni 9-u verəcək. 900 bölünsün 6, bu da eləyəcək 150. 150 üzərindən götürülməlidir. İkinci həftənin cümə axşamını baxırsınız, rəngini tapırsınız, 28%-dir. 28%-dir. Birincidə neçədir? Birinci həftənin cümə axşamının yenə də 24%-dən neçə dəfə çoxdur? Siz zəhmət olmasa acına kömək eləyin mənə. 100-ün 24%-i 24-dür. Bəs 150-nin 28%-i nə qədərdir? 150-ni vurun 28-ə, bölün 100-ə. Neçə eləyəcək? Neçə? 42. Əla. Əgər 42 alındısa, 42 24-dən neçə dəfə çoxdur? Baxın, onu tapmaq lazımdır. 42-ni bölmək lazımdır 24-də. Bu da neçəyə ixtisar edər? Deməli, 6-ya bölsək 7, 6-ya bölsək 4. Cavab D variantıdır. Birinci bizə verib ki, baxın, birinci həftənin bazar ertəsi. Bazar ertəsi neçə faizdir? 9%. İkinci həftənin çərşənbə günü. Çərşənbəsi yaşıl rəngdir. 2 dənə elə, bunlar bir-birinə bərabərdir. Elə bir ədəd götürməliyəm ki, ayrı-ayrı ədədlərdir. Bunun 9%-i bunun 6%-nə bərabər olsun. Birincinin elə ikisinin də cəmi 100%-dir. Birincini özüm 100 götürdüm. 100-ün 9%-i 9 eləyir. İndi nəyin 6%-i 9 eləməlidir ki, bu 9 bu 9-a bərabər olsun. Özü verib ki, şərtdə bərabər olmağını. Tutaq ki, x ədədinin 6%-i vururam 6-ya, bölürəm 100-ə. Bu, yuxarıda 9 eləmişdirsə, yenə də 9 eləməlidir. 9-u vururam 100-ə, 900, bölürəm 6-ya. Eləyir 150. Həmin ədəd 150 imiş ki, yuxarıda 100-ün 9%-i 9 eləyir. Aşağıda da 150-nin 6%-i 9 eləyir. Bəli, həqiqətən ikisinin də qiymətləri bir-birinə bərabərdir.
İstənilən bir ədəd yazmaq olardı, amma bu cür ədədlərlə yazmaq mümkündür. İndi bizdən soruşur ki, ikinci həftənin cümə axşamı günü gəlib cümə axşamının rəngini tapırsınız, sonra faizini tapırsınız. Yoldaşların köməyi ilə biz tapdıq ki, 150-nin 28 faizi bizə 42 verir. 100-ün səhrai rəngdə 24 faizi. 100-ün 24 faizi də 24 verir. 42 24-dən neçə dəfə çoxdur? 42-ni böl 24-ə. 6-ya ixtisar edər. Məxrəsdə qalar 4, sürətdə qalar 7. Yəni D variantı. Malların satış qiymətlərinin müəyyən edilməsi zamanı malın aid olduğu kateqoriyaya əsas götürülür. Malların satış qiymətini təyin etmək üçün onun alış qiymətinin üzərinə 14% pul qoyurlar. Dairəvi göstərilib, verilənlərə əsasən ay ərzində malların satışından əldə edilən məbləğ ilə onların alışına sərf olunan məbləğ arasındakı fərq. Yəni deyir ki, satış ilə alış arasındakı fərqi tap. Bunun ən asan qaydası belədir. Bunun hamısını toplayın görüm necə verəcək sizə. 3000, 4000, 8000, 11000, üstə də 1500 gəlsək 12500. Bunun alış qiymətidir. Üstünə 14% pul qoysaq əgər 12500-ün 14% qədər üstünə pul qoyanda 175.000 pul qoyurlar. 14% 175.000 yox. Daha doğrusu 1750 manat pul qoyulur üstünə. 1750 manat 100-ə bölmədim axı. 1750 manat pul qoysaq bunun nəyini tapacağam? Satış qiymətini. Sonra da məndən satış qiymətindən alış qiymətini çıxacam. Yenə də qalacaq 1750. Vəssalam. Cavab 1750-dir. Ümumi alış qiymətinin üstünə 14% qədər. 1750 manat qoysam satış qiymətidir. Alış qiyməti ilə satış qiyməti arasındakı fərqi soruşur, o da 1750-dir. 12-ci sualda bizdən şərti verib deyir, hansı ildə doğulan kişi və qadınlar üzrə gözlənilən ömür uzunluqları fərqi arasındakı fərq ən böyükdür. Yəni burada aradakı fərqə baxırsınız, hər birində aradakı fərqə baxırsınız, ən böyük olanı da götürürsünüz. Ən böyük olan yəqin ki bu olacaq. 2020-ci ildə. Baxırsınız 13-cü suala. Deyir, avtomobil şəhər içində 100 kilometrə 8 litr yandırır. Şəhər kənarında 100 kilometrə 6 litr benzin yandırır. Qrafikin 1 və 3 şəhər daxilidir. 2 isə şəhər kənarı olarsa, qrafikə görə 250 kilometrlik yolda ümumi nə qədər benzin sərf olunar? Şəhər içində 100 kilometrə 8 litrdirsə, deməli 40 kilometr buradan şəhər içi. 190-dan 250-yə neçə eləyir? 60 buradan, 40 buradan. Bu eləyir elə cəmi 100 kilometr şəhər daxili. 100 kilometr yolun uzunluğudursa, deməli 8 litr burada yandırdı. 8 buradan. Keçirik şəhər kənarına. Şəhər kənarı 40-dan 190-adır. 150 kilometrdir. 100 kilometrə biz yandırırdıqsa 6 litr. Bəs 150 kilometrə nə qədər yandırırıq? X. Çarpaz vurub X-i tapırsız olur 9 litr. 9 litr şəhər kənarı, 8 litr şəhər daxili. Cəmi neçə litr yandırır? 17 litr. 14-cü sual. Şəkildəki qrafik A və B kitab evlərinin ilk 6 ayda satdıqları kitabların sayını göstərir. Son 3 ayda B kitab evinin satdığı kitab sayı A kitab evinə nisbətən neçə faiz çox olmuşdur? Son 3 ay aprel, may, iyun verilib. 220 plus 180, 400 plus 200. Ağ rəng olan, yəni B kitab evi olur 600. Qara rəng olan 180, 140, bu eləsin 320, üstə də 120 gəlsə, 120 niyə? Üstə də bir dənə də 180 gəlsək, bu da eləsin 500. Bizdən soruşur ki, B-A-dan nə qədər çox olub? A-nı götürürük 100%, B-ni də X%. Çarpaz vurub X-i tapırsınız, o da olur 120%. Əvvəlcə 100 idisə, indi 120 oldu. Neçə faiz artdı? 20%. A B-dən nə qədər azdır? Onda
600'ü 100 götürüb 500'ü x götürməli idim. Çıxışlı kal şəkilçisi hansına aiddirsə onu 100% götürməlisiniz. Burada bizə düstura əsasən yazmaq lazımdır. Dəqiq işləmiş əqrəbli saat 20:00 göstərəndən 2-3 dəqiqə sonra bu bizə lazım deyil. 2-3 dəqiqə. Yalnız dəqiqə əqrəbi 4 dəqiqə ərzində hərəkətsiz qalıb. Ardınca isə əvvəlki sürətlə hərəkət edib. Bundan sonra əqrəblərin ilk dəfə üst-üstə düşmə anında reallıqda hansı vaxta uyğun olduğunu müəyyən eləyəcəyik. İlk öncə saat 20:00 göstərirsə bunun dairəvi saatda göstərməliyik. Dəqiqə əqrəbi 12-nin üstündə, saat əqrəbi isə 8-in üstündə dayananda 20:00 göstərir. Düsturumuz belədir. Ümumini 12x qədər götürürsünüz. Yəni 12-nin misliləri qədər olur da burada. Konkret düstur yazıram sizə. Çox elə dərinliyinə, mahiyyətinə izah eləsəm başınız qarışacaq. Çıxırıq fasiləni. Yəni burada 4 dəqiqədir fasilə verilən. Bərabərdir x plus dəqiqə əqrəbinin getdiyi məsafə. Dəqiqə əqrəbinin getdiyi məsafə. Nədir burada məsələ? 12x-i yazırsınız. Ümuminin, yəni neçə misli qədər olduğunu. Minus fasilə verilən. 4 dəqiqə fasilə verib. 4 dəqiqə işləməyib. Bərabərdir. X plus dəqiqə əqrəbinin getdiyi məsafə nədir? Dəqiqə əqrəbi saat əqrəbinin üstünə doğru hərəkət eləyir ki, gəlsinlər bunlar üst-üstə düşsünlər. Üst-üstə düşməsi üçün dəqiqə əqrəbi bunun üstünə gələndə 8-in üstə gələnə qədər neçə dəqiqəlik yol gedir? 40 dəqiqəlik də. Yəni 8-in üstə olanda 40 dəqiqəni göstərmirmi? Deməli 40 dəqiqə. Amma bu dəqiqə əqrəbi hərəkət etdikcə bu saat əqrəbi də yerində dayanmır axı. Təxmini olaraq bu qədər hərəkət eləyir. Plus bax bu məsafəni də getməlidir ki, gəlsin bundan üst-üstə düşsün. Bax o arada olan kiçik hissə də x adlanır. Ümumi dəqiqə plus acıda keçəndə bax o da x-dir. X plus həmin o dəqiqə bəs. Dəqiqə nə qədərdir? 40 dəqiqədir. Bu tənliyi həll edirsiniz. 12x-dən 1x çıxsaq 11x bərabərdir. 40 ilə 4-ü toplasaq 44 eləyəcək. X bərabərdir 4-ə. 4 nədir burada? Dəqiqə əqrəbi 40 dəqiqə bura gələnə qədər saat əqrəbi də 4 dəqiqəlik məsafə gedib. Yəni bunlar üst-üstə düşməsi üçün dəqiqə əqrəbi bir bu 40 dəqiqəlik yolu getməlidir. Plus 4 dəqiqəlik yolla getməlidir. Dəqiqə əqrəbi 44 dəqiqə gətirib burada yerinə yazıb da tapa bilərsiniz ki, dəqiqə əqrəbi 44 dəqiqə məsafə getməlidir ki, gəlib üst-üstə düşsün. Saat 20:00-dan 44 dəqiqə məsafə zaman keçəndən sonra, yəni 20:44-də bunlar üst-üstə düşürlər. Amma reallıqda saat hansı vaxtı göstərir? 4 dəqiqə fasilə verdiyinə görə üstünə 4 dəqiqəni də gəlirsiniz, 20:48-i göstərir. Real saat 20:48-i göstərir. Saat və dəqiqə əqrəbi üst-üstə 20:44-də düşür. Düsturumuz da budur. Bu nöqtəni lımınıya vurub buradan yazıb. 3'ü lımınıya vurub buradan yazıbsa 3'ü nəyə vuranda 975 alınır? Həmin ədədi tapmaq üçün 975'i götürüb bölürük 3'ə. Bu da bizə verir 325. 325-dirsə M2'dir. Bəli. Burada 6'nı bu ədədə vurub buradan yazıb 5'i bu ədədə vurub buradan yazıbsa onda biz 640'ı götürüb 5'ə bölsək bu bizə verəcək 128. Qalanı hesablaya bilərik. 6 dəfə 8 48 4 yadda. 12 4 yadda. 16 6 yazı 1 yadda. 768. 8 düşür bura. 6 düşür bura. 11 1 yadda. Bax bu da bizə 7 verəcək. A7 B1 C6 D 8. 14 15 və toplayanda da 22 alınacaq. Yoldaşlar, bu L bura 9 kimi düşübsə, deməli bu L9-uymuş. M ya 1'dir,
ya da 6-dır. Çünki 1 ilə 1-in cəmi 2 olar. Bir də 6 ilə 6-nın cəmi 12 olar. Amma burada m-nı 7 kimi yazıblarsa, bu 1 ola bilməz. Mütləq 6 imiş ki, üstə 1 yadda gəlib də olub 7. M əgər 6-dırsa 12, 2 yazaq 1 yadda. 9-un üstünə mən neçə gəlsəm 4 eləyəm. 9-un üstə 4 gəlsəm 13, 1 yadda 14 olar. İndi baxırsınız nəyə? S-ə mən 3 yazım yoxsa 7? S-ə 7 yaza bilmərəm. Çünki 7-ni 700 neçəyə vuranda bu bizə 4 rəqəmli ədəd verəcək. Ona görə mütləq bu 3 olmalıdır. Bu 3 olandan sonra elə 969-u 3-ə bölüb buradakı ədədi tapa bilərsiniz ki, 323-üymüş. Ya da ki, 3 dəfə 3 9, 3 dəfə 2 6, 3 dəfə 3 9. 323-ü nəyə vuranda 646 eləyir? 2-yə vuranda. T2-dirsə onsuz burada da T2 idi, fərqi yoxdur. S də 3-dür. Toplayanda 5 verir. Biri nəyə vurur? Birincisi 6-nı götürüb buradakı 2 rəqəmli ədədə vurub buradan yazıblar. Biri nəyəsə vurub 43 alıblar. Həmin ədəddən də 43 çıxıb 20 yazıblar. Biri nəyə vuranda 43 alınar? 43-ə. ABCD-ni tapmaq istəyirsinizsə əgər, məsələn belə deyim sizə, 15-i 7-yə böləndə 2 düşür, qalıqda 1 qalmırmı? Biz əgər 15-i tapmaq istəsək, 7-ni götürüb 2-yə vurmalıyıq, üstünə də qalığı, yəni 1 gəlməliyik. Burada da eyni qaydadadır. A, B, C, D-ni tapmaq istəsək, 43-ü vurmalıyıq 61-ə. Bu bizə verəcək 2623. Üstünə də qalığı 20-ni gəlsək, 2643 alınacaq. Bu 2643-dürsə, A, B, C cəmi 2, 4, 6-dır. Cavab 12. Aşağıdakı ədədləri toplayır. 19. Vurur 2-yə 38. Yuxarıdakı 7-ni çıxır. Qalır 31. Toplayır 20. Vurur 2-yə 40. Yuxarıdakı 13-ü çıxır. Qalır 27. Bunları toplayır 23. Vurur 2-yə 46. Çıxır yuxarıdakı 7-ni. Qalır 39. 1 vur 1, 1. 2 vur 1, 2. 1 vur 3, 3. 2 vur 2, 4. 1 vur 5, 5. 3 vur 2, 6. 1 vur 7, 7. 1, 3, 4, 5, 6, 7. Bura olmalıdır 8. Cavab variantlarından hasili 8 olan sizin cavabınızdır. Və bu operatorun da ayrıca qanuna uyğunluğu var. Cədvəl içərisində tətbiq etmək lazımdır. 5, 7, 3, 4-dən cədvəl içərisindəki ədədləri, yəni 18-i ona uyğun olan sətirdəki və sütundakından alır. 20-ni də 7 ilə üstdən alır. Necə alırsa qanuna uyğunluğu tapırsınız, aşağıya tətbiq edirsiniz. 1-i 4-dən 3-dən alır. 49-u da 12 ilə 5-dən alır. Çıxdı, qaldı biri. Biri də 1-ə vurdu, oldu 1. Yəni sağ tərəfdəki cədvəl deyirəm. Elə, düz deyirsiniz. Yoldaşlar, o birini də doğru deyirdi. Deməli, Solda da toplayıb 2-yə vurur. bəli, 5 plus 4, 9, 2-yə vurur 18. 7 plus 3, 10, 2-yə vurur 20. İndi 8 plus 4, 12, 2-yə vursaq 24. Sağ tərəfdə də 12-dən 5-ini çıxır, 7 kvadratı buradadır. 4-dən 3-ünü çıxır, kvadratı buradadır. İndi 5-dən 2-sini çıxsaq 3, kvadratı 9. Arada qara dairə olduğuna görə qara dairənin qanuna uyğunluğunu tətbiq etməliyik. Yenidən 9 ilə 24-ü toplayırıq 33, vururuq 2-yə 66. Bərabərdir 14. 7 vuraq 2, 14. O da 14. 15 üstələ 21, 36. 4 vuraq 9, 36. 19 üstələ 13, edir 32. 8 vuraq 4, bərabərdir 32. Deməli, Necə oldu, zəhmət olmasa təkrar eləyin. kiloqramlar verilib və aylar verilib. Yanvar ayı üzrə miqdarı 100-dür, qiyməti isə 5-dir. 100 vurulsun 5 bərabərdir 500. Fevral ayı üzrə 100-dür miqdarı, qiyməti də 4.5-dir. Vuracaq olacaq 450. Mart ayı üzrə 250 vurulsun, qiyməti 4-dür. Olur 1000. Aprel ayı üzrə 150-dir. Bu da
3,5'dir. Vurun görün 525 mi eləyir? May ayı üzrə 200'dür. Burada isə 3'dür. Bu da eləyir 600. Bunların orta aylıq gəlirin neçə manat olduğunu soruşur. Bunların hamısını toplayırsınız. Sonra bölürsünüz 5'ə. Alınır 615. Ərəzilərin 3 qaydası var idi. Ya alt-alta toplayırdıq, ya çarpaz toplayırdıq. Bunlar yenə bir-birinə bərabərdir. Ya da əvəz etməklə yazırdıq. Ya da rəqəm yazırdıq. Deməli, əvəz etməyə əsasən 1P SSK-ya bərabərdirsə, gətirib bu P-nin yerinə SSK yazsaq, sağ tərəfdə 2S, 2K olacaq. 2S soldan, 2S sağdan silə bilərik. Onda qalacaq 1S bərabərdir 2 dənə K-ya. Gətirib 1S-ə görə 2K yazsaq, o biri S-ə görə də 2K yazmalıyıq deyə cavab olacaq 4 dənə K. Deməli, bu gördüyümüzdə soldakını kvadrata yüksəldir. 4-ün kvadratı 16, üstünə 6 gəlib 22 yazır. 5-in kvadratı 25, üstünə 6 gəlib x-i tapar 31. 4-ün kvadratı 16, üstünə 11 gəlsə 27 də y-in qiymətidir. 31 plus 27 58 verəcək. Sağ tərəfdə 3-ün kubu 27, üstünə yuxarıdakı 2-ni gəlsək 31, 27-nin üstə 4 gəlsək 31, 7 gəlsək 27 plus 7 34 olacaq. 4-ün kubu 64-dürsə, üstünə 2 gəlsək 66-dır. 66 ilə 34-ü toplasaq 100 verəcək. 100-dən 58-ini çıxsaq 42 qalacaq. 4-ü kuba yüksəldir 64. Bölür 4'ə çarpazında yazır. 1'in kubu 1'dir, bölür 4'ə 4'də 1 yazır. 2'nin kubu 8'dir, bölür 4'ə 2 yazır. 6'nın kubu 216'dır, bölür 4'ə 54 yazır. Belə bir qayda var ki, ACK olduğu kimi birinci sətrə düşübsə, bunu eyni ədəd olduğu kimi neçənci sətrə düşürsə vurulduğu rəqəm 1 olmalıdır. Məsələn, burada ACK-nı C-yə vurub ACK kimi yazıblarsa, deməli C1 imiş. C1-dirsə 1-in üstünə gələndə 5 olar 4. K 4-üymüş. K 4-dür. Burada da 4-dür. Biz K-nın yerinə burada da 4 yazmalıyıq. Gətirib C-nin yerinə burada da 1 yazan kimi onsuz da ki A7 alınır. 7 çıxaq 4 bərabər 3-ə. Aşağıdakı rənglənmiş fiqurlardan neçəsinin sahəsi 18 vahiddir? Tək-tək sahələrini tapmalısınız. Birinci fiqura düzbucaqlı üçbucaq kimi baxsaz, düzbucaqlı üçbucağın sahəsi 90 dərəcə buradadırsa, katetlər hasilinin yarısıdır. 6 vurulsun 6, 36, yarısı 18. 1 18-dir. Keçirsiniz ikinciyə. İkincini belə yazır. Tək-tək saya bilərsiniz. 1, 2, 3, 4, 5, 6. 6 dənə burada. 12, 16. 16-nı kənara yazın. Bax, bu düzbucaqlı üçbucaqdırmı? Düzbucaqlı üçbucağın sayəsi katetlər hasilinin yarısı. 1 vur 2, 2 yarısı 1. 1 oradırsa 1 də burada. Deməli, bu ümumi eləyir 18. Bunu tək-tək sayırsınız. 4 plus 2, 6, 8, 11, 14, 19'dur bu. Bunu da sayın geçsin. 4 plus 5, 9, 12, 16, 18'dir bu. Bunu da saymaq olar. 6 plus 2, 8'i yazdıq kənara. İxtiyari üçbucağın sahəsi tərəf 6 və bu tərəfə çəkilmiş hündürlük hasilinin yarısıdır. 6 vurulsun 2, 12, yarısı 6. Bura 6'dır. Bura cəmi ortadakı hissə 8 idi. Bir də bu üçbucağın sol tərəfdəki üçbucağın sahəsini tapanda tərəf 6, tərəfə çəkilmiş hündürlük isə 1'dir. 6 vurulsun 1, 6, yarısı 3. Bunları toplasa olsaq bu bizə 17 verir. Buyurun. Səsi bağlayın zəhmət olmasa. Bu 6'dır. Buradakı trapesiyadır. Trapesiya kimi elə tez tapa bilərsiniz ki, bu 4'dür, bu isə 2'dir. Trapesiyanın sahəsi oturacaqlar cəminin yarısının
Hündürlüyə hasilidir. Hündürlüyü də budur, baxın. 4 eləyir. 6 bölünsün 2. 3. 3'ü 4'e vuranda 12. 12 buranın sayəsidir. 6 da buranın sayəsidir. Eləyir 18. Bu da 18'dir. Və yaxud bunu belə də yaza bilərdiniz. Bu 8 dənədir. Bu 6 dənədir. Elədi 14. Bu 3 bucağın sayı. Bu 3 bucaq və bir də bu 3 bucaq. Bu aşağıdakı 3 bucağı gətir qoy bura. Eləsin 4 dənə tam 3 bucaq. 14 plus 4 bərabər 18'e. Buna oxşar olan, bax bu cür sahə suallarını sizin üçün təqdim etmişik. Yazarsınız. Bu sualı yazmışdıq. Buna oxşar bir sual. Özünüz işləyərsiniz. Bu sualı işləmişik. Özünüz yazarsınız. Qüvvət şəklində verilmiş 14 üstü 24 ədədinin adi yazılışında sonuncu rəqəmi tapın. 14 üstündə 1 olanda sonu 14 elə 4 ilə bitir. 14 üstündə 2 olanda olur 196. 14 üstündə 3 olanda 196'nı 4'e vuranda sonu 4 ilə bitir. 14 üstündə 4 olanda bu 4'ü təzdən 4'e vuranda sonu 6 ilə bitir. 14 üstündə 5 olanda sonu 4 ilə bitir. Diqqət eləyin. Birincidə, üçüncüdə, beşincidə tək rəqəmlərdə 4 ilə bitir. 2'də, 4'də, 6'da, 24'də cüt olanlarda da 6 ilə bitir. Verib ki bizə birinci rəqəmi ikinci rəqəminin 3'dən biri olan. Üçüncü rəqəmi birinci rəqəmi ilə ikinci rəqəmin cəmi olan. Sonuncu rəqəmi isə ikinci rəqəmdən 3 dəfə böyük olan 4 rəqəmli ədədin rəqəmləri cəmini tapın. Birinci rəqəmi ikinci rəqəmin 3'dən biri olan rəqəmlər hansılardır? 1 3 ola bilər, 2 6 ola bilər və 3 9 ola bilər. Üçüncü rəqəmi birinci ilə ikincinin cəmi olsun. 1 plus 3 4, 2 plus 6 8. Amma 3 plus 9 12 deyə bir rəqəm yoxdur. Sildim bunu. Sonuncu rəqəmi ikincidən 3 dəfə böyük. 3'dən 3 dəfə böyük 9 var. Amma 6'dan 3 dəfə böyük 18 deyə bir rəqəm yoxdur. Həmin ədəd 1349 imiş. Bunun rəqəmləri cəmini istəyirsə bizdən bu 17 eləyəcək. Bu nədən biz 12 18 orada göstərir ki ondan aşağı olmalıdır yoxsa necə? Burada şərtdə bizə verir ki 4 ehtimal. Birinci rəqəm ikinci rəqəmin 3'dən biri. Rəqəm anlayışı. Rəqəm. 1 3. 3'dən biri olan. 2 desə nəyin 3'dən biridir? 6'nın. 3 yazsam nəyin 3'dən biridir? 9'un. Yaxşı 4 yazsam 16'nın, daha doğrusu 12'nin 3'dən biridir. 12 deyə bir rəqəm varmı? Rəqəmlər 0'dan 9'a qədərdir.